29-cu mətn 5-ci sinif ingilis dili Read the passage and perform task 1-10. Mətni oxuyun və 1-dən 10-a qədər çalışmaları yerinə yetirin. Androcles doesn't want to be a slave. Androcle qul olmaq istəmir. He hides among the trees in the forest. O meşədə ağacların arasında gizlənir. His life is very difficult. Onun həyatı çətindir. He wants to run far from the village. O kənddən uzağa qaçmaq istəyir. Suddenly he sees a big lion in the forest. Qəflətən o meşədə böyük bir şir görür. Androcles becomes afraid, but then understands that the lion doesn't want to hurt him. Androcle qorxur, lakin sonra başa düşür ki, şir ona zərər yetirmək istəmir. The lion can't speak, but he shows his paw to Androcles and wants to say, help me. Şir danışa bilmir, lakin o pəncəsini Androcle'a göstərir və demək istəyir ki, mənə kömək et. Androcles helps the lion and they become friends. Androcle şirə kömək edir və onlar dost olurlar. One day the emperor's people find them and bring them to Rome. Bir gün imperatorun adamları onları görür və onları Romaya gətirir. They keep the lion in the cage. Onlar şiri qəfəsdə saxlayırlar. They don't give the lion food to eat. Onlar şirə yemək vermirlər. He becomes very hungry. O çox ac olur. And they give him Androcles to eat. Və onlar ona Androcle'u yeməyə verirlər. But the lion is his good friend and doesn't kill Androcles. Lakin şir Androcle'un ən yaxşı dostudur və Androcle'u öldürmür. Then Androcles tells the emperor his story. Sonra Androcle imperatora öz hekayəsini danışır. And the emperor lets them go away. Sonra imperator onlara getməyə icazə verir. Burada bir çalışma var. What's the story about? Mətn nə haqqındadır? A bəndində the lion, B bəndində the emperor's people, C bəndində Androcle and the lion, D bəndində the emperor. Hansı cavab doğru ola bilər?